İranın paytaxtı Tehranda gərginlik pik həddə çatıb. Etirazçılar yolları bağlayır. Globalinfo.az məlumat verir ki, bu haqda yerli mənbələr məlumat yayıb. Qeyd edilir ki, etiraz aksiyaları artıq silahlı qarşıdurma, vətəndaş müharibəsi mərhələsinə keçib. Etirazçılar hökumətə, xüsusilə ali rəhbər Əli Xameneiyə qarşı şüar səsləndirirlər. Sepah 15 yaşlı yeniyetməni öldürəndən sonra etirazçılar silaha əl atıblar. Hazırda İran küçələri müharibə meydanını xatırladır. Silahlı etirazçılar aksiyaları zor tətbiq etməklə dağıtmaq istəyən polisə müqavimət göstərir. APA yazır ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barikadalar qurur. Bəzi qruplar isə avtomat silahlarla silahlanıb. Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı qeyd edilir. Yanğın barikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd edilir. Məhəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb. Etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alov saçanla hücum etdiyi bildirilir. İlan vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı İslam Respublikasına ölüm şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri ixtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.